30 il işğal müddətindən sonra azad olunan əlbəttə şəhidlərimizin ki, Allahdan hər kəsə, hər bir şəhidimizə rəhmət diləyirəm. Fərqi yoxdur, istəyir 90-cı illərin əvvəllərində döyüşüb şəhid olanlar, istər 44 günlük müharibə ərzində və qazilərin canı, qanı bahasına azad olan torpaqlara bir dövlət başçısının gedişi, onun ziyarəti əslində bütün bir xalqa sevinç bəxş eləməli idi. Amma biz bunu müşahidə eləmirik, əksinə baxıb görürük ki, insanlarda qıcıq yaradır. Bunun səbəbi o deyil ki, insanlar Qarabağın alınmasına, azad olunmasına sevinmirlər. Xeyr, əsla. İnsanlar şuur altında zaten dərk edirlər ki, İlham Əliyev hakimiyyəti bu Qarabağ kartından istifadə edib, hakimiyyət müddətini imkan olsa 80 il, 100 il uzatmağa çalışırlar. Və düşünürəm ki, bu sui-istifadə də insanların şuuraltı müstəvidə nifrətinə səbəb olur, kininə səbəb olur. Mən çox təəssüf eləyirəm ki, bax bu cür 30 illik ayrılıqdan sonra insanlar hər dəfə xatırlayanda qəlblərindən qan axırdı, Qarabağın adı gələndə, Xocalının adı gələndə, amma bu qələbə əldə olunub, insanlar bu sevinci yaşaya bilmir. Niyə? Çünki bu Qarabağa səfərin fonunda digər eybəcər, iyrənc, mundar işlər baş verir. Onlardan hansıdır? Misal üçün, keçən həftə şənbə günü siyasi məhbuslar haqqında Xalq Parlamentində dinləmələr keçirdik. Yəni, məlum olan siyahıda 357 nəfər siyasi məhbus var, amma biz bilirik ki, bu məlum olanlardır. Məlum olmayanların sayı isə minlərlədir. Çünki siyasi məhbus indi kimsə fikirləşə bilər ki, sırf siyasi fəaliyyətinə görə kimsə həbs olunursa, əslində Azərbaycan Respublikası Cinayət Məcəlləsində siyasi fəaliyyətə görə bir maddə yoxdur. Bəli, bir qrup maddələr var, dövlət çevrilişinə cəhd, silahlı qarşı durma, hakimiyyəti zorla ələ keçirmə və s. və l. Amma bunlar özləri belə siyasi fəaliyyət kontekstini daşımır, yəni o ilə həbs olunanlar. Siyasi məhbuslar onların həbsi zamanı, istintaq zamanı, məhkəmələrdə dinləmələr və hökm kəsilən zamanı hüquqların pozulması, qanunların pozulması kimdə müşahidə olunursa, həmin şəxslər siyasi məhbus hesabı olunur. Ki, biz bilirik ki, 357 nəfərin 235 nəfəri siyahıda dindarlardır. Onların mütləq əksəriyyətinin yəni heç bir siyasi fəaliyyəti yox idi. Amma onların həbsində, onların hüquqları pozulduğuna görə, qanunların pozulduğuna görə və mediada onlar güya İran agenti kimi təqdim olunduğuna görə, yəni media bir söz deyir, amma hüquqda, məhkəmədə başqa bir maddə tətbiq edirlər. Bu əsas verir ki, hamımız deyək ki, onlar da siyasi məhbuslardır. Siyasi məhbusların genişlənməsi və çox təəssüf edicidir ki, bu həbslər artıq gənclərə keçib, gənc xanımlar da həbs olunur. İndi kimisi adını unuda bilərəm, buna görə üzr istəyirəm, amma ən azından Sevinç Vaqif qızıdır, Elnara Qasımovadır, Nərgiz Absalamovadır və digərləri ki, şərlənib həbs olunub həm mediadan, Toplum TV-dən və Meydan TV-dən. Bu görüntü özü insanlara heç də xoş olmayan bir təəssüratlar yaradır ki, bunun fonunda İlham Əliyevin gedib Qarabağ ziyarət eləməsi əlbəttə ki, absurd görünür və əlbəttə ki, bu sui-istifadə kimi insanlar tərəfindən dəyərləndirilir. O ki, qaldı məxsusi olaraq məscidə daxil olması, Quranı öpmələri və s. və l. Yəni, bu cür rituallardan dəfələrlə istifadə edib, yəni Əliyevlər, bu özü də insanlarda ikrah yaradır. Niyə görə? Ölkədə çox təəssüf ki, geniş miqyaslı dindarların şərlənməsi prosesini biz şahid olduq. Elə son parlament iclasında da bu barədə geniş bir məruzə oldu. Xüsusilə də Qəzənfəroğlu işindən sonra, xatırlayırsınızsa, 2023-cü ildə mart ayında güya Fazil Qəzənfəroğluya qarşı sui-qəsd oldu və onun nəticəsində növbəti həbs dalğaları başladı və həmin işlə əlaqədar ömürlük həbs cəzası alan Azər Sarıcanovun təxminən bir 10 gün bundan əvvəl oğlu da oğurlandı və sonradan məlum oldu ki, ona da atası ilə eyni maddədə iş açıblar və həbs qəti imkanı seçildi. Yəni, deyilən budur ki, ölkədə insanlara yəni dini sərbəst şəkildə yaşamağa və dindarların bu cür repressiv təqibləri, həbs olunmaları və onlara dəhşətli işgəncələrin verilməsi, yəni elə faktlar bilirik ki, kimlərinsə cinsiyyət orqanına təpikləyib sıradan çıxardıblar və yaxud da kimlərisə orada zorlamaqla təhdid ediblər. Yəni, bu özü iyrənclikdir və xüsusilə də dindar insanlarda bu hansı tarixi hadisəni xatırladır. İslamın ilk dövrlərində
vətəndaş müharibələri baş vermişdi. Onların biri də Siffeyn döyüşü idi. Həmin dövrün xəlifəsi Həzrət Əli əleyhissalamla Muaviyyənin döyüşü idi ki, orada Muaviyyə öz tərəfdarlarına nizələrin ucuna Quran vərəqlərini keçirməyi və bununla da düşmənin həmləsinin qarşısını kəsməyi nail olmuşdular. Mən düşünürəm ki, dindar kəsimdə İlham Əliyevin bax bu cür məscidə getməyi, Quranı öpməyi bax bu cür, məhz elə bu cür başa düşürlər. Yəni Muaviyyə hərəkəti və yaxud da Əmr ibn As olub, Əmr Aslı deyirlər, onun məsləhətçisi, o vermişdi o məsləhəti. Deməyim nədir? Bəli, İlham Əliyev çalışır ki, mümkün qədər manipulyasiya eləsin. Qarabağ kartı kimi əlində güclü bir kart var, həqiqətən də güclü kartdır təəssüf ki, və onu pis məqsədlərdə istifadə edir. Düşünmürəm ki, Sevinç xanım, onun bu gedişi hansı bir reytinginin artmasına səbəb olacaq. Əsla. Biz amma əvəzində neyi müşahidə edirik? COP29 öncəsi Söyüdlüdə insanların Siyanidə etiraz eləməsi, sonra çıxıb COP29-a, əlbəttə indi COP29 sırf iqlimə aid olandı, amma Siyaniddə orada suyun, torpağın, insanların zəhərlənməsi idi. Amma insanlar başa düşür ki, əgər sən insanlar üçün ədaləti təmin eləmirsənsə, hava üçün, iqlim üçün heç bir ədalətdən söhbət gedə bilməz. Və yaxud da COP29 etirazlarında işlətdiyimiz o məşhur bir şüar var idi ki, there is no justice for climate if no justice at all. Əgər heç bir ədalət yoxdursa ölkədə, iqlim üçün ədalət ola bilməz. Ona görə düşünürəm ki, bütün bu baş verənlər və yeri gəlmiş, qlobal forumdan qabaq öncəki xatırlayırsınızsa, biz onu şərh eləmişdik, İlham Əliyevin o çıxışlarını. Ondan sonra da gördüyünüz kimi orada mesajlar vermişdi, USAID, QHT-lər, yalançı media və s. və laxır. İndi də baxıb görürük ki, digər QHT-lərə qarşı da eyni məzmunlu cinayət işləri qaldırılır. Pul qaçaqmalçılığı, rüşvət, korrupsiya və s. və laxır. Və insanlar bunu çox təəssüf ki, kinayəli, əsəbi gülüşlə qarşılayırlar. Buyurun. Bilirsiniz, mənim yadıma düşdü, Gürcüstanda bu etirazlar hələ təzə-təzə böyüyəndə, hərçən ki, onlar bugün də davam edir. Bilmirəm artıq neçə gündür. Yəqin 110-u keçib. İndi bilmirəm 112-dirmi, 115-dirmi. Hər halda etirazlar bugün də davam edir Gürcüstanda. Amma ilk əvvəl ən çox işlədilən argument, ASTV-lərində argument ondan ibarət idi ki, bu Qərbin törəmələridir, qrantla onları gətirirlər, doldururlar meydana. Görürsünüzmü, bunlar hamısı buna görədir. Qərb düyməni basır və qrant alanlar çıxırlar meydanlara. Alex Rafoğlu maraqlı bir müşahidəsi oldu. Deyir, indi görək bunu Türkiyədə də deyəcəklərmi? Hər halda Türkiyədə demək mümkün deyil. Əvvəla, yəni Türkiyə etirazlarında, Gürcüstan etirazlarından da bir neçə dəfə çoxdur, yəni qat-qat çoxdur adamlar. Söhbət artıq 100 minlərin, yəni milyonları aşır təxminən ehtimal olunur ki, iştirak edənlər. Yəni belə də, yəni Azərbaycanda da biz baxsaq günü bugün də bu dırnaqarası USAID donorları, sponsorlarının himayədarları və s. cinayət işləri əcinnə ovu davam edir. Yəni əslində birini qoyub o birisinə keçirən, bəlkə buna da biraz toxunaq, madam artıq mövzunun içərisinə girdiksə. Bu günlər Azərbaycanda həm də QHT-lərin bir əcinə ovu gedir və mən deyərdim ki, hətta hökumətə yaxın QHT-lərində bəzilərinin adları var bu cinayət işlərinin içərisində. Yəni nümayəndələr ki, özü də hökumətə yaxınlığı ilə tanınırdı və s. Amma eyni zamanda seçki QHT-lərini də cinayət işi açıblar. Siz seçkilərdə iştirak etmişsiniz, namizəd olmuşsunuz. Siz özünüz nəyinə bunu izah edirsiniz? Yəni, məsəl üçün, bax, Anar Məmmədli və digərlərinin onların apardığı işlər hansı çətinliklər yaratmış ola bilir ki, onlara da cinayət işlər açılır. Və yeri gəlmişkən, axı, bu adamların bəziləri artıq onsuz da həbsdədir. Məsəl üçün, Anar Məmmədlidir, Akif Qurbanovdur, Bəşir Süleymanlı həbsdədir. Amma onların QHT-lərində cinayət işlər açılır. Yəni, görsənən odur ki, hirsləri bitmir bu şəxslərdən. Onlar həm də eyni zamanda seçki müşahidəçiliyini, yaxud seçki monitorinqini də cinayət olmasını xalqa aşılamaq istəyirlər. Sizin müşahidələriniz? Təşəkkür edirəm Sevinç xanım. Mən düşünürəm ki, bu məsələyə müxtəlif aspektlərdən yanaşıq daha doğru olar. Birinci aspekt o idi ki, Trumpın USAID-ə qarşı bir məlum ki, məşhur çıxışı oldu. Ehtimal verirəm, əlbəttə indi zəndən gümanla danışmağı sevməsəm də, amma mümkündür ki, bu özü, yəni bu mütləq şəkildə Trumpın o çıxışı
şuuraltı mesaj verdi bütün diktatorlara və avtoritarlara ki, bəli, USAID-lə kim əməkdaşlıq edibsə, onlara qarşı siz də demarş eləyə bilərsiniz, yəni səli yürüyüş eləyə bilərsiniz. Fürsətçilik. Bəli, bir növ belə də izin verdi. Bu bir. İkincisi, bax, burada artıq zənnə gümana mən qapılıram. Ola bilər ki, olmayıb belə şey. Amma düşünürəm ki, bu USAID-in bəzi qrant və bu pul yardımları, iyanı yardımları ola bilər ki, məxfi şəkildə olub. Nəzərə alsaq ki, o təşkilatların çoxsu diktatura və avtoritarizm, totalitarizm fonunda fəaliyyət göstərirlər. Burada ehtimal verirəm ki, ola bilər ki, Trump administrasiyası həmin siyahını və həmin köçürmələri, həmin bu diktatorlara və avtoritarlara sızdıra bilər. Ki, buyurun, bax, USAID filan kəslərlə iş görüb, məxfi pul köçürmələri və yaxud da, demirəm, amma iddia eləmirəm, olub. Yəni ki, mümkündür ki, bax, hətta Trump hakimiyyəti bu cür işə də əl atsınlar. Üçüncü əsas məsələ seçki barəsində total qorxunun yaradılması ölkədə. Baxın, 2020-ci ildə heç kim gözləməzdi ki, Abid Qafarov Şualanlı bir gənc durar namizədliyini verər, seçkiyə qoşular. Niyə görə bu baş verdi? Ölkədə bir atmosfer yarandı. Hansı atmosfer? Yəni, İlham Əliyev parlamenti buraxdı ki, bunlar yaşlıdırlar, müasir dünya ilə ayaqlaşa bilmirlər, yeni kadrolar lazımdır və s. və laxır. Hətta parlament özü də öz dili ilə dedi ki, bizim vaxtımız keçib və Abid Qafarov kimi bir çox insanlar bütün dairələrdən ən azı bir nəfər xalqı təmsil edən müstəqil namizəd qoşulmuşdu 2020-ci il seçkilərinə. Və İlham Əliyev hakimiyyəti başa düşdü ki, bu cür şeylərlə zarafat eləmək olmaz. Əksinə, insanlarda seçkiyə ümid yaratmaq onun hakimiyyəti üçün qorxuludur. Yeni siyasi fiqurlar çıxa bilər ortaya, yeni siyasi cərəyanlar yarana bilər, hərəkatlar yarana bilər. Nə etmək lazımdır? İnsanları seçki barəsində total qorxuya salmaq lazımdır. İndi adi bir misal çəkəcəm izləyicilər üçün, inşallah tutarlar bu nöqtəni. Bir var ki, əziz izləyici, hakimiyyət uğrunda mübarizə aparanı diktator cəzalandırır. Buna haqq qazandırmaq olmaz, amma hardasa başa düşdük. Bunu qoyduq bir kənara. Bir də var ki, dövlətçilik naminə ədalət üçün fəaliyyət göstərən insanları şərliyib həbs eləyir. Yəni, Anar Məmmədlinin hakimiyyət iddiası yoxdur. Hə, Əliyevin hakimiyyət iddiası var idi, bir çox partiya sahiblərinin vaxtı ikən və yaxud da indi də hakimiyyət iddiaları var, ola bilər indi də davam eləyir. Amma Anar Məmmədlinin heç bir hakimiyyət iddiası yox idi. Abid Qafarov, Hacı Ramin, İlham Hasanoğlu tərtər işini araşdıranda heç birimizin hakimiyyət iddiası yox idi. Yəni, artıq, belə deyək də, bu qorxular qat-qat olur da, daha dərin qatları işləmək üçün hakimiyyət öz gücünü səfərbər eləyib. Yəni, qanun istəyənlər, dövlətçilik istəyənlər, qanunun aliliyini istəyənlər, demokratiya istəyənlər, qərbə inteqrasiya istəyənlərdir hədəf. Bəli. Mən düşünürəm ki, burada İlham Əliyev hakimiyyətinin çox dırnaqarası müvəffəqiyyətlə qərb kartından istifadə eləməyini də başa düşüləndi. Niyə görə? Çünki heç bir diktatura istəməz ki, ölkəsinə demokratiya gəlsin, qanunun aliliyi gəlsin. Amma burada söhbət qərbdən getmir. Bir çox insanlar var ki, siyasi arenada fəaliyyət göstərir ki, elə mən özüm nə qərbdən dəstəklənirəm, nə bir şey. Xalq parlamenti qurulub, hansısa bir qərb təşkilatından dəstək alırıq, xeyr. Maliyyə alırıq, xeyr. Hətta Azərbaycanın daxilində fəaliyyət göstərən media qurumları ki var, onlar qərbdən maliyyələşirlər, bəzən tezlərdə qərbdən alırlar. Heç onlar özləri bir siyasi proses baş verdi, xalq parlamenti quruldu. Bir cümlə belə xəbər eləmədilər. Maraqlı bir Allah qapılarından son 3-cü Respublika platforması, yəni bir neçə nəfərin təşkil elədiyi bir platforma idi. İndi bəzi üzvləri həbsdədir, Akif Qurbanlı və Ruslan İzzətli. Digərləri də azadlıqdadır. Yəni deməyim nədir? 10 nəfər adam yığışır, bir platforma yaradır. Hamı bu barədə yazır, xalq parlamenti yaradılır, siyasi proses, seçkilər, bu mətbu orqanlar bu barədə bir cümlə belə olsun, xəbər vermir. Düşünürəm ki, burada məsələ sırf qərb deyil, həmçinin qərbdən asılı olmayaraq Azərbaycanda ədalət istəyən, hüququn aliliyini, qanunun aliliyini istəyən hər bir vətəndaş, hər bir şəxs İlham Əliyevin şəxsən düşməni kimi qəbul edilir bu sistem tərəfindən və o cürdə müamilə olunur.
Anar Məmmədliyə gəldikdə isə Anar Məmmədlini ola bilər çox insan tanımırdı. Ölkədə indiyənə qədər nə seçki olubsa, istəyir konstitusiyanın dəyişilməsi referendumu, istəyir prezident seçkisi, bələdiyyə seçkisi, parlament seçkisi, o Aşbada, ATƏT-də, BMT-də, Avropa Parlamentində çıxırdılar, oxuyurdular ki, bizim qiymətləndirməmiz belədir ki, qanun pozuntuları olub və s. və axır. Onların çoxsunun hesabatı Anar Məmmədli və onun rəhbəri olduğu təşkilat tərəfindən hazırlanırdı və 2020-ci ildə mən özüm də dairəmizdə baş verən bütün qanun pozuntuları haqqında onlara da məlumat vermişəm və müstəqil şəkildə ingilis dilində ATƏT-də, AŞB-yə və s. beynəlxalq təşkilatlara da yazmışdım. Yəni faktiki Anar Məmmədlinin işi, yəni qanun olan ölkədə dəyərləndirilməlidir, ona mükafat verilməlidir. Çünki sən kömək edirsən ki, seçki şəffaf keçirilsin, ədalətli keçirilsin. Burada isə və yeri gəlmişkən axı Anar Məmmədli təkcə Azərbaycanda etmirdi seçki monitorinqini. Ümumiyyətlə bölgədə, hətta Avropada nə seçki olurdu, Anar Məmmədlini dəvət edirdilər. O ATƏT-in missiyasında müşahidəçi kimi iştirak edirdi. Məsələn, qonşu Türkiyədə seçkilərdə Osman qızı kanalda çıxıb danışırdı öz müşahidələr haqqında və s. Yəni bu cür ekspertləri sən əl üstündə içində gəzdirməlisən. Çünki onlar beynəlxarici ölkələrdə də tanınırlar, məhz ekspert olaraq tanınırlar, dəvət alırlar və s. Azərbaycanda yer gəlmişkən mən Sözünüzə qüvvət. Sözünüzə qüvvət, mən Belçikada Şərq Əməkdaşlıq Forumunda olanda orada Anar Məmmədlinin nə cür hörmət sahibi olduğunu özüm müşahidə eləmişəm. Hamı görəndə oyuna kəlli görüşürdü, fikrini öyrənirdi, qətnamə hazırlananda öz fikirləri ilə bölüşürdü və düşünürəm ki, doğru buyurursunuz. Çox təəssüf ki, əcnəbilər Anar bəyin qədrini bilirdi, amma bizim hakimiyyət onun mükafatını zindan və dəmir barmaqlıq kimi gördü. Buyurun. Yox, mən sizlə tamam razıyam. Əslində Anar Məmmədli xatırlayıram ABŞ-da da bir New Yorkda universitetdə bir neçə həftə orada dərs deyirdi, təcrübə keçirdi və mən xatırlayıram o vətənə qayıtmazdan əvvəl Vaşinqtonda da dayanmışdı. Bir neçə gün qaldı və biz onunla görüşdük. Mənim hətta sualım oldu ki, Anar bəyə ki, siz narahatsınızmı? Bax, gedirsiniz, qayıdırsınız Azərbaycana, sizi də həbs gözləyə bilərmi? O demişdi ki, axı mənim məsuliyyət yüküm, mən deyir, iddialı deyiləm hakimiyyətə, vəzifəyə və s. Mən başımı aşağı salıb işləyirəm. Mənimki məhz seçki, monitorinqdir, ekspertizasıdır və s. Amma gördüyünüz kimi elə həbsxanadadır və onun qədər olmasa, onun kimi, onun bu işdə olanlar, digər seçki monitorları da həmçinin həbsə atılıblar. Yəni, mən belə başa düşürəm ki, hakimiyyət yalnız sözün əsl mənasının sabahı yox, gələcəyə də düşünür. Yəni, onlar fikirləşirlər ki, hakimiyyət bizimdir, biz onu uşaqlarımıza, uşaqlarımızın uşaqlarına ötürəcəyik və ona görə də Azərbaycanda ümumiyyətlə seçki monitorinqi haqda düşünən olmamalıdır. Hamı düşünməlidir ki, bax, hətta Anar Məmmədli kimi tanınmış bir seçki eksperti həbsxanaya atılırsa özü ikinci siyasi vicdan məhbusu həyatını yaşayır. Heç kəsin bu haqda düşünmək belə ağlına gəlməməlidir ki, əslində nələr deyirdi Anar Məmmədli? Tutuşdururdu, müşahidələr aparırdı, nə dərəcədə şəffafdır, nə dərəcədə ədalətlidir. Seçki günündən əvvəl tövsiyələr verdi, seçkilərdən sonra tövsiyələr verdi. Yəni, dediyim kimi, qanun olan ölkədə sən bu cür tövsiyələrə görə yalnız təşəkkür edə bilərsən ki, çünki o dövlətçiliyin daha da möhkəmlənməsini istəyir. Amma görsənən odur ki, bizim dövlətimizin başında oturanlar dövlətçiliyin yox, məhz ailəçiliyin, ailə maraqlı, ailə hakimiyyətinin güclənməsini istəyirlər. Sevinç xanım, sözünüzə bir daha qüvvət. Bu sonuncu iclasda mən məruzə ilə çıxış eləmişdim. Əslində mən biz bir yerdəydik deyəsən, eləmi? Yoxsa Bəli. Mən parlamentin iclasında və mən əsaslandırdım ki, Bəxtiyar Hacıyevdir, Rüfət Səfərovdur, Azər Qasımlı kimi gənc siyasətçilərin, perspektivli siyasətçilərin həbs olunmasında məqsəd İlham Əliyevin öz oğlu Heydər üçün yolu açmasıdır. Bəli, özünüz gördünüz, əzizləyicilər, son parlament və bələdiyyə seçkilərində bir neçə jurnalist fəallıq göstərdi. Onlardan biri Fərid İsmailov idi, biri Nurlan Qəhrəmanlı və yaxud da cəmiyyətdə Nurlan Libre kimi tanınan və biri də Fatimə Mövlamlı idi ki, iki seçkidə bütün biabırçılıqları çəkdilər və bizə göstərdilər. Hətta bu Nurlan Libre'nin bu gəl ağzımın içinə gir məsələsi də biraz məşhur oldu. Deməyim nədir? Baxın, bələdiyyə seçkilərindən sonra o 3 nəfər də həbs olundu. Niyə? Niyə həbs olundular? Çünki hakimiyyət başa düşür ki, azadlıqda
irəlidə gələcək seçkilərin qanunsuzluqlarını çəkib sizə göstərəcək jurnalist qalmamalıdır. Vəssalam. Niyə? Çünki növbədə onun oğlu namizədlərdən biri olanda və seçkin nəticəsi olaraq oradan 90%, 80%, bilməm neçə faizi çıxanda heç kimin əlində fakt və sübut olmasın ki, hansı qanun pozuntusu olmuşdur. Və bu özü də bir növ Azərbaycan cəmiyyətinə və vətəndaşlara şuuraltı bir mesajdır ki, baxa, birdən sən müşahidəçi kimi sən də fikirləşərsən ki, çıxardım mən telefonumu çəkim burada qanun pozuntusu, səni də eyni aqibət gözləyir. Yəni görsənən budur ki, total qorxu altında İlham Əliyev hakimiyyəti və dövləti ata-baba mülkü kimi öz oğluna, ola da bilər digər ailə üzvünə, yəni burada onun həyat yoldaşı vitse-prezident Mehriban da Əliyeva da istisna deyil, onu da ötürə bilər, oğlunu da ötürə bilər, amma hər bir halda yolda olan bütün bu Tənzilə Rüstəmxanı demişkən qanqalları məcazi mənada təmizləyir ki, rahat, taxta gedən yol rahat və rəvan olsun. Heç şübhəsiz. Yəni biz jurnalistlərin həbsə atılmasına baxanda verilişdən əvvəl biz Abid bəylə ilə bu məsələdə toxunurduq ki, yəni bir informasiyanı yoxlamaq üçün artıq Azərbaycanda media qalmayıb. Yəni gözümüzün qarşısında bunlar bağlana gedir. Kiçik bir informasiyanı yoxlamaq istəsəm, yəni vaxt var idi ki, çox da uzaq olmayan keçmişimizdə, nə bilim 10, 15, 20 ilə bir neçə hansını açırdın, 10, 15, 20 media hamısı eyni mövzunu yazırdı, hərəsindən hansısa bir təzə aspektini öyrənirdin. Heç kəs qalmayıb. Yəni indi nə bilim biraz Facebookdan nəsə tapmağa çalışırsan, biraz Googledan nəsə tapmağa çalışırsan, heç nə qalmayıb. Yeri gəlmişkən bu günlər qardaş Türkiyədə də biz bir jurnalist ovunu görməkdəyik. Mən açıq artıq rəqəm söyləməkdə çətinlik çəkirəm, çünki hələ təxminən 1200 həbs olanda o zaman 10 jurnalistdən danışılırdı. Onların içərisində stringer, freelancerlar da var idi ki, məsəl üçün Ajans France Press üçün, yaxud başqa ölkələr üçün. Freelancer nədir? Freelancer, yəni mən bu belə deyək, müxbirdir, sadəcə olaraq hansısa yalnız bir media işləmir. O sadəcə olaraq öz əqlinin zəhmətini, məhsulunu satır. Kim alacaqsa ona satır. Xarici agentliklərə, televiziyalara. Məsələn, mən özüm uzun illər freelancer olmuşam. Bakıda otura CNN-də gedib materiallarım, BBC-də yaxşı pul ödəyiblər. Yəni materialını eləyirsən və satırsan və onlar həbs olunurlar Türkiyədə ki, onlar yəni nə üçün hakimiyyət bu cür freelancerlardan qorxur? Ona görə ki, buraxmır, böyük mediaları buraxmır. Amma bu tanımadığı xırda jurnalistlər, müxbirlər, onlar da çəkirlər, görüntülər beynəlxalq mediaya çıxır və siz gördünüz ki, Türkiyədəki hadisələr necə böyük əks-səda doğurdu. Mən bilmirəm, Almaniyada yəqin siz danışarsınız, amma mən həqiqətən yəni ABŞ-da, bütün telekanal Britaniyada, Avropa ölkələrində əvvəla bu İmamoğlu üçün çox böyük bir populyarlıq gətirmiş olum. Eyni zamanda Türkiyəni danışmış oldu ki, düşünmürüz ki, Türkiyə bir avtoritarizmdir, xalq susub, yəni ki, ümid yeri yoxdur. Xalq var, xalq meydanlardadır, xalq hüququnu tələb edir, xalq seçki istəyir. Və bilirsiniz, o seçki sevgisi elə tərcümə olunan, yaxud konvertasiya olunan bir valyutadır. Onu hamı başa düşür. Yəni seçki istəməkdən daha demokratik nə ola bilər ki? Və aydındır ki, bugün Türkiyə həm də seçki deyir, erkən seçki deyir, İmamoğlu'nun həbsdən azad edilməsidir və bunu mümkün edən həm də o görüntülərdir ki, onlar xarici mediaya çıxırdı və onları çəkənlərin bir qismi dediyim kimi 10 dəqiq idi. Bugün onların həbs atılanlar, jurnalistlərin sayı nə qədər təəssüf ki, biz bilmirik, amma açıq aydın onlar hakimiyyətin Türkiyədə də hədəfindədirlər. Düz deyirsiniz Sevinç xanım. Əlbəttə ki, qardaş Türkiyədə baş verən hadisələr bizi də üzür. Yəni belə bir şeylər, hadisələr baş verməməli idi. Amma düşünürəm ki, ilkin mərhələdə Türkiyə hakimiyyəti bunun hüquqi məsələ olduğunu dilə götürsə də, artıq bu məsələnin və prosesin rəng-çaları dəyişib və tam olaraq siyasi bir prosesdir. Bunu demək üçün əldə bir neçə əsas var. Mən istəyərdim ki, izləyicilər bu yerdə diqqətli olsunlar. Hələ 3 gün bundan öncə Sevinç xanım dedim, 1200 nəfər insan həbs olunanda düz 10 nəfər jurnalist həbs olunmuşdu. Əgər bu siyasi proses deyilsə, niyə jurnalistlər həbs olunmalıdır? Əgər bu hüquqi prosesdirsə. Amma çox təəssüf ki, bu qardaş Türkiyədə baş verən ilk hadisə deyil. Mən istəyərdim izləyiciləri biraz geriyə aparım 2007-ci ilə Ergenekon hadisəsinə.
Ergenekon hadisəsinin özündə də güya problemlər əgər hərbiçilərlə bağlı idisə, niyə görə çoxlu sayda jurnalistlər də həbs olundu, siyasətçilər, akademiklər, ziyalılar həbs olundu. Və digər tərəfdən insanı biraz təəssüfləndirən hal nədir? İnsanlar uzun müddətli həbslərdə qalandan sonra və orada biz ara sıra eşidirdik ki, orada işgəncələr də verilib və s. və axır. Onların hamısı istisnasız bəraət aldı. Yəni, Ergenekon hadisəsində Türkiyə ədliyyə sistemi 100%lik xətaya yol verdi. Sonra gəlir 2010-cu ildə balyoz əməliyyatına. Adi bir misal çəkəcəm. Tutaq ki, Gədəbəydə kiminsə evində silah tapılır. Şu alanda Abid Qafarov yerində yatıb, Kim TV redaktoru gəlib, bunu yerindən götürüb həbs eləyirlər ki, Gədəbəydə kiminsə evində silah tapılıb. Deyirəm, mənə nə əlaqəsi var? Gedək içəridə başa salacaq nə əlaqəsi var? Yüzlərlə insan, yəni insan deyəndə söhbət jurnalistlərdən, siyasətçilərdən, yenə də ziyalılardan söhbət gedir. Həbs olundu balyoz əməliyyatında. Axı, kiminsə evində silah çıxıbsa, sən jurnalistləri niyə həbs eləyirsən? Və üstündən 5 il keçəndən sonra 2015-ci ildə istisnasız hamısı bəraət aldı. Yəni, Ergenekon hadisəsində olduğu kimi balyoz hadisəsində də, əməliyyatında da biz baxıb gördük ki, Türkiyə ədliyyə sistemi 100%lik xətaya yol verdi. Özdə hər ikisində də proses necə baş verirdi ya? İşlər istintaq 3 il, 4 il çəkilirdi, müddət aparırdı. Onlara həbs qərarı verilirdi. Bunlar zaten neçə ildə elə türmədədirlər, həbsxanadadılar. Sonra apellyasiya məhkəməsi olurdu. Apellyasiya məhkəməsi qüvvədə saxlayırdı. Ali məhkəmədə artıq bəraət alırdılar. Yəni, bu deməkdir ki, Türkiyə ədliyyə sistemində 2010-15-ci illərdəki, 2007-2010-cu ildəki əməliyyatları nəzərdə tutsaq, 100%lik xəta olub. Və sonuncu Temmuz, 15 Temmuz məlum və məşhur darbə ki oldu dövlət çevrilişinə cəhd. Əlbəttə, orada göydən bombalar tökülürdü, yəni artilleriyada artıq hava qırıcılar və bombardımanlar da işə keçmişdi. Əlbəttə, çox dəhşətli hadisə idi. Amma həmin hadisədə də 100 minlərlə insan tutuqlandı, istintaq adı altında həbsxanalara yerləşdirdilər və 2019-cu ildə 180 min insan bəraət aldı. 300 mindən 180 mini bu 60% xəta deməkdir. Mən özüm Belçikada olanda Buludsoy adlı Türkiyəli keçmiş hakimlə bu barədə müzakirə elədik, söhbət elədik. Deyir, mən gecə yeri gəlmişəm balyoz əməliyyatında ki, ona da götürüb müəyyən iş verəndə, çünki biz bilirik ki, o işləri bir hakim aparmayıb. Hakimlər ordusu çalışıb. Balyozda da, Ergenekonda da və Temmuz hadisələrində. Götürüb verəndə ki, bu adamlar həbs yatmadı. O deyib ki, mən həbs qərarı verə bilmərəm, sübut yoxdur. Deyiblər, problem yoxdur, başqa bir hakim taparıq. Və Temmuz hadisələrində həmin adamı vətənə xəyanət maddəsi ilə həbs ediblər və 4 il insanı həbsdə saxlayandan sonra deyiblər ki, hə, biz səhv eləmişik, heç bir sübut yoxdur və sənə bəraət verdik. Yəni, görsənən budur ki, bu Temmuz məsələsindən sonra da 60%lik xəta olub Türkiyə ədliyyə sistemində və bugün əgər İmamoğlu yəni xalqı susturacaq, yəni elə bir faktlar təqdim edilsə ki, insanlar düşünürlər ki, vay bə, gör bu nə qədər oğurluq eləyib, nə qədər bizim haqqımıza girib, belə bir şeylər olmadığı halda onu götürüb həbsə atmaq ki, biz istintaq aparacaq. Bu eyni ilə Rüfət Səfərovun, Bəxtiyar Hacıyevin, yəni digərləri üçün, nə canları üçün, nə həyatları üçün, nə sağlamları üçün təhlükə törətmədikləri halda götürüb həbs eləmələri və sonra biz istintaq eləyib, sübut eləyəcək ki, bir maddə tapıb yapışdıracaq ki, səni 5 il, 10 il, 20 il müddətinə həbs eləyib. Eyni prosesdir. Yeganə fərq nədədir? Azərbaycanda bu mütəmadi olaraq dönə-dönə baş verdiyinə görə artıq insanlar şuuraltı bunu əzbərləyiblər ki, yenə də Bəxtiyar Hacıyev üçün torba tikdilər, üzü istəyirəm jargona görə və yaxud da Rüfət Səfərov üçün torba tikdilər, Azər Qasımlı üçün. Türkiyədə Ərdoğan bunu demokratiya pərdəsi ilə pərdələnmiş şəkildə apara bilir. Fərq burasındadır. Və kimsə də əgər argument kimi götürsə ki, xeyr, Türkiyədə məhkəmələr ədalətlidir, onda əvvəlcə gələk Ergenekon, Balyoz və Təmmuz hadisələrini əsaslandıra bilsin ki, necə ola bilər ki, iki prosesdə 100%lik xəta, sonuncu Təmmuz hadisələrində isə 60%lik xəta ilə işləyən ədliyyə sistemi kim qarantiya verə bilər ki, bugün İmamoğlu keysində, İmamoğlu işində də xətaya yol verməyib. Bu bir. İkincisi,
Əgər bu siyasi proses deyilsə, niyə jurnalistlər həbs olunur? Yəni jurnalistlərin siyasi da var, onları səsləndirə də bilərik. Ondan əlavə bu İmamoğlu üçün həmin o şüarı səsləndirən ki var idi, hər şey çox gözəl olacaq, həmin gəncin həbs olunması, Xalq TV mütəmadi olaraq İstanbulda, Ankarada olan insan izdihamlarını çəkir, nümayiş elətdirir, onun özünə cərimə kəsilməsi, yəni bütün bunlar hamısı göstərir ki, artıq bu hüquqi bir proses deyil, siyasi prosesdir. Bunu Erdoğan niyə görə eləyir? Bilirsiniz, Sevinç xanım, bu maraqlı bir şey müşahidə edir. Bəy, əgər çox üzr istəyirəm sizdən, sadəcə mən mütləq bu suala qayıdacağam ki, Erdoğan bunu nəyə görə edir? Sadəcə olaraq biraz əvvəl dedim ki, rəqəm söyləməkdə çətinlik çəkirəm, çünki həbslərin sayı artır. Bugün artıq Türkiyədə həbs olunanların sayı 1900-ü aşıb. Yəni gördüyünüz kimi hər gün yeni yüzlərlə etirazçının həbsə atılmasından söhbət gedir və bugün həm də daha bir jurnalist həbs olunub. Bu BBC-nin İstanbul etirazlarını işıqlandıran jurnalistidir. Həqiqətən də BBC möhtəşəm işləyirdi bu günlərdə və işləyir də. Mən bilmirəm, digər müxbirlər onlar da çıxarılacaqmı, yoxsa artıq çıxarılıbmı? Amma Mark Lowen o hadisə yerindən reportajlar edirdi. Bilmirəm, bəlkə bir hissəni bir yerdə baxaq. Burada Türkiyədə 10 ildən artıq bir zamanda ən böyük etirazlardı. Onlar İstanbulun meri Ekrem İmamoğlu'nun həbsdən azad edilməsini istəyirlər. O hesab edirlər ki, o sadəcə olaraq siyasi rəqib olduğu üçün həbsə atılıb. Onlar hesab edirlər ki, bu prezident Cumhurbaşqanının avtoritar idarəçiliğini daha da gücləndirmişdir və ona görə İmamoğlu indi bugün həbsxanadadır, Erdoğan isə hakimiyyətdədir. Bax, bu jurnalistdir dostlar. Bu jurnalist bugün artıq tutuldu, saxlanıldı və daha sonra isə Türkiyədən deportasiya olundu. Yəni bu həqiqətən bir rüsvaçılıqdır və bilirsinizmi? O deyir, özünü biabır etmək, yəni özünü rüsva etməkdən, yəni bu tanınmış bir jurnalistdir. Bu bütün demək olar ki, hotspots, qaynar nöqtələrə gedir, işıqlandırır. Bu onun işidir, bu onun vəzifəsidir. Və mən əminəm ki, bunun elə deportasiya olunması özü bir storydir, özü bir hekayədir. Bəlkə o bioqrafiyasını yazacaq, memuarlarını yazacaq. Əminəm ki, BBC onun ümumiyyətlə deportasiyasını bir hekayəyə çevirib. Bilirsinizmi, bu onu göstərir ki, yəni rejimlərin gözünü qan tutur. Yəni onlar artıq, çünki sən bir soyuq başla düşünəndə götür-qoy etməlisən ki, mən bunu həbs etsəm, mən bunu öldürsəm, mən buna əziyyət versəm, bu axı mənim bumerang ki, mənim üstümə qayıdacaq. Biz artıq həqiqətən də gözümüz qarşısında onsuz da avtoritar olan Erdoğanın daha da necə avtoritarlaşdığını görürük. Yəni adam dəli olur ki, nə üçün mən bu etirazların qarşısını ala bilmirəm, nə üçün dünya görür. O deyir, güzgüyə baxırsan, güzgünü sındırmaq məsələsi ki, nə üçün dünya görməlidir bugün Türkiyədə baş verən biabırçılıq və rüsvaçılıqlar ki, sən necə dinc etirazçıları həbsə atırsan. Jurnalistin deportasiyası bu deməkdir. Başlayır söz özünüz. Eynən Sevinç xanım, qatılıram və həmin bu müxbirlərin, jurnalistlərin həbsi bunun göstəricisidir ki, hakimiyyət, yəni Türk hakimiyyəti hal-hazırda istəmir ki, bu hadisələr daha geniş vüsət alsın, daha çox insanlar. Çünki bilirsiniz, bu kütlə psixologiyası izləyicilər belədir ki, əgər sən bugün evdə otura-otura görsən ki, yasamalda 1000 nəfər adam yığışıb etiraz eləyir, onu çəkirlər, göstərirlər, polis müdaxilə eləməyi çəkinir, niyə ki, bütün media oradadır, bütün dünya gözü oradadır, sən də öyrəylənib qoşulacaqsan. Bugün Azərbaycanda niyə, misal tərtər işinə görə biz aksiyalar keçirdirdik, niyə yüzlərlə adam gəlirdi, niyə 5000 adam gəlmirdi? Yəni tərtər işindən daha faciəli, daha fəci, daha bir vahiməli bir iş baş verməyib Azərbaycanda. Niyə 10 minlər tökülmürdü küçəyə? Çünki sizin hər birinizin zehnini qorxu barmaqlıqları arasında, yəni qorxu zindanında saxlamağı bacarır bu hakimiyyət. Yəni etiraf eləyək. Etiraf eləmək əslində bizə güc verəcək ki, sabah bu qorxunu biz aşaq, bu divarları, bu barmaqlıqları biz aşa bilək. Və bugün Erdoğan hakimiyyəti də eyni bu səhvləri təkrar eləyir. Və bunu eləməkdə də məqsəd sanki bunu gizlətməklə bunu ötüşdürmək və insanlar yorulsunlar, etirazçı elektorat
və bunlar yorulandan sonra, kənara çəkiləndən sonra rahat şəkildə İmamoğluya indi 5 il nəzərdə tutub, 20 il nəzərdə tutub. Siz bilirsiniz də, Türkiyədə hətta 800 ildə cəza kəsə bilirlər. Ola bilər 800 il iş keçəcəklər hər bir halda. Amma Sevinç xanım, bu yerdə mən izləməmişəm deyən maraqlıdır mənim üçün. Bəlkə sizin xəbəriniz var. Amerika, Trump administrasiyası və yaxud da Avropadan kimsə Türkiyədə baş verən hadisələrə reaksiya verirmi? Avropa Parlamenti və yaxud da Avropa Şurası müstəvisində? Mən görməmişəm, Avropa ona görə Birliyindən soruşuram. var. Avropa Birliyindən var. Daha sonra Fransadan var. Britaniyadan Amerikadan yumşaq yoxdur. bir etiraz var. ABŞ-dan sadəcə olaraq deyildi ki, insan haqlarına hörmət olmasını istəyirik. Xeyr, yəni pisləmək yoxdur. Türkiyənin daxili işlərinə qarışmaq istəmirik. Yəni bu ümumi vəziyyətlə bağlıdır ki, bugün Türkiyəyə ehtiyac. Türkiyə Erdoğan sübut edib ki, sizin mənə ehtiyacınız var, çünki ABŞ sizi tək buraxdı. Ukraynada mən NATO-nun 2-ci ordusu, mən əvəz edə bilərəm, mən hazıram girməyə Ukraynaya. Əslində bu özü də bir blefdir. Yəni onsuz da ordunun yeridilməsi yalnız sülhdən sonra olacaq. Bugün sülhdən heç söhbət də getmir və biz indi başa düşürük ki, əslində nə üçün Ankara belə cəsarət nümayiş etdirirdi. Yəni başqaları düşünür, hesablayır, edə biləcəmi, pulum varım və s. Türkiyədə indi məlum olur nəyə görə? Rəqibini təmizləmək üçün, türməyə atmaq üçün. Yeri gəlmişkən jurnalist Mark Lowen həm də 17 saat saxlanılıb həbsxanada. Daha sonra deport olunub. Yəni bu bir rüsvayçılıqdır, bilirsiniz. 17 saatın içərisində nə baş verib, o dinləmələrdə nə ifadə alıblar ondan, nələrini götürüblər və s. Bunları biz indi öyrənəcəyik. Bilirsiniz, mənim yadıma nəyiz düşür? Nə salır? Mən xatırlayıram ki, Naxçıvanda bir hadisə olmuşdu və Naxçıvanda ümumiyyətlə heç bir jurnalistin nəsə hamını zərərsizləşdirirlər dırnaq arasında və axırda Bakıdan bir jurnalisti göndərdik ora. Aytəkin Aytəkin idi xanımın adı, Qusar müxbiri. Alxaslı. Aytəkin Alxaslı, bəli. Yəni çox belə deyək, arıq, sısqa, çox cəsarətli bir xanımdır. Deməli onu gəlib əli zorbalar, yəni təsəvvür edin ki, balaca bir xanımdır. Əli zorbalar nə boyda 5-6 nəfər gəlmişdi, qoluna girmişdilər, aparıb oturtmuşdular təyyarəyə, təzədən Bakıya göndərmişdilər ki, yəni açıq-aydın Şimali Koreyada, onsuz da Azərbaycan qapalı ölkə. Burada isə bunu Azərbaycanın Şimali Koreyasından söhbət gedir. Heç nə, götür necə gəlmirsən, əşyalarını götür, çıx get buradan. Yəni bunu BBC jurnalistinə etmək və sonra Erdoğan deyir ki, mən Avropa Birliyinə üzv olmaq istəyirəm. Bax, bilirsiniz, riyakarlıq burasındadır da. Sən jurnalisti saxlayırsan 17 saat və sonra da ölkəndən deport edirsən, deyirsən ki, niyə axı Avropa 200-lüdür və bizi qəbul etmir? Buyurun. Təşəkkür edirəm Sevinç xanım. Bu yerdə mən istəyərdim, bütün bu proseslər niyə baş verir? Gəldik əsas məqama, bəli. Hə, bir yerdə düzdür. İndi birinci onu deyək ki, nə yaxşı ki, Türkiyə Azərbaycan deyil, Azərbaycan kimi deyil. Birinci bundan başlayaq, xoş hallarla. Bir çox insanlar belə fikirləşir ki, Erdoğan da öz yerinə gələcəkdə oğlunu və yaxud da kürəkənini qoymaq istəyir deyən, ona görə bu addımlar atılır. Amma xeyr, görsənən bu deyil. Amma məlum məsələdir ki, necə ki İlham Əliyev yolu təmizləyir, Erdoğan da bu cür yolu təmizləməklə məşğuldur. Kimin üçün yol təmizlənir? Və niyə seçkilərə 3 il qalmış birdən-birə İmamoğlu bu seçki, müxalifətin vahid namizədi, bu məsələləri birdən-birə gündəmə gəlir. Bir çox insanlar bunu İmamoğlu'nun əleyhinə bir argument kimi səsləndirir və Erdoğan'ın düzgün addım attığını ki, harda görsənib 3 il qabaqcadan belə seçki şousu, yəni bu tip. Amma əziz izləyicilər, əgər biz fərasətsiziksə, Azərbaycan xalqı kimi... Azərbaycan mediası da onu deyir. Çox maraqlı, cib müxalifəti də onu deyir. Deyir, necə oldu, deyir, 3 il sonradır seçki. İndidən deyir, bunlar öz namizədlərini müəyyənləşdirirlər. Bunlara da toxunur ki, cəmaatın gözü açılır ki, belə ola bilər, belə lazımdır. Bəli. Cavab gəlir. O cavab həmçinin də Azərbaycanın cib müxalifətinə də aid olacaq. Nə xoş halılar Türkiyənin halına ki, onlar bizim kimi, Azərbaycan xalqı və müxalifəti kimi biraz səslənəcək, fərasətsiz deyil. Niyə görə?
Seçkiyə elə 3 il, 5 il əvvəlcədən hazırlaşarlar da. Yox, İlham Əliyev çıxmağa çalışacaq növbədənkənar, siz şoka düşəcəksiniz və şokdan ayılmağa siz şokdan ayılanda uje seçki oldu, bitdi, qurtardı. Vəssalam, parlamentdə var. İlham da özünü 98% səslə prezident elədi. Siz yatırsınız da fil qulağında. Azərbaycan müxalifəti, Azərbaycan xalqı, əziz izləyicilər, əslində növbəti seçkiyə hazırlıq hazırki seçki bitən gündən başlamalıdır. Normal siyasət budur. Bu bir. İkincisi, mən hesab edirəm ki, bu Türkiyə müxalifəti bizim müxalifət kimi deyil. Yəni ki, prezident aparatından gələn tezislərə, yəni ağızlarla açıb baxırlar ki, görək hansı tezis verəcəklər bizə. Elə deyil və düşünürəm ki, Türkiyədə erkən prezident seçkiləri keçirilməsi ehtimalı var və bu ehtimalı müxalifət əvvəlcədən xəbər tutub və bizim fərsiz, fərasətsiz, boykotçu, yatıb yuxuya qalan müxalifətdən fərqli olaraq erkən seçki proseslərinə start veriblər. İndi bu gələcəkdə erkən seçki olacaq, olmayacaq, bu başqa məsələdir. Amma görsənən budur ki, müxalifət özü də orada oyun oynayacaq deyil. Onlar da öz işlərini bilirlər, niyə görə eləyirlər. Necə ola bilər? Erdoğanla İlham ancaq bilə bilər ki, neyi, nə vaxt, nə zaman eləmək lazımdır. Başqa heç kim bilə bilməz. Yox, belə həyat olmur, belə idarəçilik olmur. Düşünürəm ki, erkən seçkilər orada müzakirə predmeti olduğuna görə İmamoğlu və CHP bu addımı atdılar və düzgün addım idi. Hətta 2028-ci ildə belə olacaqsa seçki, əgər konstitusiya ilə, qanunla qadağa döyür, istəyirlər 4 il əvvəlcədən seçki təbliğatına başlayırlar. Kim nə deyə bilər? Kim nə deyə bilər buna? Heç kim heç nə deyəməz. Bunlar da 100 minlərlə insanı şərləyib azadlıqdan məhrum eləməyiblər ki, faktiki Erdoğan hakimiyyətində olub və minlərlə hakim bu prosesdə iştirak edib. Bir hakim yüzlərlə, minlərlə insanı şərləyib həbs eləməyib. Hakimlər ordusu sübut olmadan əgər həbs qərarı veribsə, deməli bunların üstündə olan bir qurum və yaxud da bir şəxs bunlara komanda verib. Başqa cür ola bilməz. Bu necə olur? 4 ildən sonra məlum olur ki, ortada sübut yoxdur. Sübut yoxdursa və sonunda bunlar necə həbs olunublar? Əgər Türkiyə hüquqi dövlətçi, qanun dövlətçi bu suallar verilməlidir. Və bunlar yerində verilən suallardır. İndi qayıdırıq bu məsələyə. Seçkilər vaxtından əvvəl keçirilsə, bu deməkdir ki, İmamoğlu düzgün addım atmışdı. Azərbaycanın cib və avtobus müxalifətindən fərqli olaraq düzgün siyasəti elə o yürüdür. Siyasət elə də olmalıdır. Şəxsən mən, əgər 2020-ci ildə demokratik proseslər olsaydı, mən parlamentdə deputat kimi seçilsəydim, ikinci atacağım addım partiya qurub, növbəti prezident seçkilərinə namizəd kimi yetişməyim idi, formalaşmağım idi. Sadəcə Azərbaycanda demokratiya yoxdur, Azərbaycanda heç nə yoxdur. Əliyev ailəsindən başqa heç nə yoxdur. Vəssalam, deyəcəksiniz, xalq tərtər işində aksiyalarda da o xalqı biz görmədik, müəyyən proseslərdə də biz görmədik xalqı ki, çıxsınlar öz iradələrini ifadə eləsinlər. Amma yenə də qayıdırıq Türkiyə senarisinə. Mən düşünürəm ki, Erdoğan Hakan Fidan üçün yol açır. Burada mən istəyərdim ki, xüsusi diqqət eləyə bir neçə nöqtəyə. Birinci, Hakan Fidan Erdoğan hakimiyyəti dövründə 2010-cu ildə Milli İstihbarat Təşkilatının başqanı oldu, yəni sədri oldu, rəhbər oldu. Bu, Azərbaycan dilində biz başa düşmək üçün Milli Təhlükəsizlik Nazirliyi və yaxud da Dövlət Təhlükəsizlik Xidmətinin və 13 il ərzində mən düşünürəm ki, ölkə daxilində olan bütün siyasətçilərə qarşı kompromat artıq onun əlində var, hazırdır. Hətta ölkə xaricində fəaliyyət göstərən siyasətçilər barəsində də 2023-cü ildən artıq Xarici İşlər Naziridir və Xarici İşlər Naziri kimi artıq dünyaya Türkiyənin siması kimi tanıdılır, reklam olunur və Trumpın o Zelenski ilə o məşhur çıxışı ki var idi Ağ Evdə, bu aval kabinetdə. Ondan sonra Hakan Fidanın Amerikaya bu belə bir mesaj verməsi ki, Amerika ayrılandan sonra Avropanın özünün məxsusi bir təhlükəsizlik alyansı formalaşmalıdır və Türkiyə onu silahla və canlı qüvvə ilə təmin etməyə hazırdır. Mən bilərəkdən soruşdum Amerika və Avropanın reaksiyasını. Niyə görə? Çünki düşünürəm ki, artıq Hakan Fidan süni şəkildə beynəlxalq arenaya Türkiyənin siması, sözçüsü və hətta gələcək lideri kimi yavaş-yavaş reklam olunur. Buyurun. Rusiya versiyası da, yəni rokirovka yer dəyişmək, əslində öz proksisini gətirmək. Bilirsiniz, mən fikirləşirəm ki, bu
yəni siz tamamilə doğru. Mən də bizim bu cib müxalifətinə yaxud sistem müxalifətinə qulaq asıram, hansı nöqtələrə vururlar ki, nə üçün o bir nəfərdir yalnız siyahıda? Belə demokratiya olarmı? Nə üçün bu 3 il əvvəldən bu namizəd olur? Yəni faktiki baxın, əvvəla bu belə deyək, simvolik bir seçki olsa da, yəni aydındır ki, bu hansısa bir rəsmiyyət yoxdur burada və s. Bu birləşməkdir. Və bu haqlıdır ki, bu həqiqətdir ki, bundan əvvəlki seçkidə, bundan əvvəlki Cumhurbaşqanı seçkisində həmin bu CHP digər partiyalarla birləşirdi və siz xatırlayırsınız ki, 5'lik masa vardı, 6'lıq masa vardı, xatırlayırsınız da. Kim demişdi 6'lıq? Onda da 2 il əvvəldən artıq 6'lı masa, 1 il əvvəldən artıq 6 masada nələrsə bölüşdürülmələr gedirdi və s. Bəli, o təcrübə uğurla nəticələnmədi. Və sonra məlum oldu ki, CHP heç yaratmadan da bu altılı masanı, onsuz da ondan bəlkə də daha çox səs qazanacaqdı. Amma baxın, bu səhv idimi? Əslə yox. Ona görə ki, CHP deyir, bir məsəl var, deyir ki, heç nədən bu qədər yaxşı öyrənmirsən, necə ki, öz məğlubiyyətindən. Yəni, məğlubiyyət ən böyük məktəbdir. Başın dəyir divara və sən ibrət dərsi çıxarırsan. Və CHP də həmin ibrət dərsini öyrəndi ki, biz nəyi səhv edirik? Və mən xatırlarım, hətta o zaman həmin bu Əkrəm İmamoğlu nələr demişdi? O demişdi ki, eyni şeyi edib dəfələrlə və fərqli nəticə gözləmək dəlilikdir. Bu Freydin Einstein'in məşhur sözüdür. Einstein'in məşhur sözüdür ki, eyni şeyi etmək və fərqli nəticə göstərmək insani dəlilikdir. Biz nələrsə fərqli etməliyik və fərqli etdilər də və bu dəfə artıq onlar başqa partiyalarla birləşmədilər. Onlar 6 namizəd irəli sürmədilər. Onlar yalnız bir namizəd irəli sürdülər, Əkrəm İmamoğlu və bu əlbəttə ki, böyük bir kompromisdir. Çünki əvvəla bu müddət öyrəndilər nə ibrət dərslərini ki, sən demə Kəmal Kılıçdaroğlu'nun reytinqi aşağıdır. Bütün hamını dəyişdilər, bütün rəhbərliyi dəyişdilər CHP-də. Ən yuxarıdan, genel başqandan tutmuş, yerlərdəki nümayəndələrinə qədər hamısını dəyişdilər, təzə adamlar, təzə simalar gətirdilər, qadınlar gətirdilər və s. Və bu dəfə isə daha da uzağa getdilər bu yeniliklərdə və bir namizəd. Aydındır ki, orada Ankara meri, genel başqan, heç də ondan ola bilsin ki, o qədər də uzaq deyil, populyarlıqda elə deyilmi? Əvvəlcədən sözlərini bir yerə qoydular, sən olacaqsan, birləşəcək və indidən 3 il bizim vaxtımız var cəmiyyəti toparlamaq üçün və seçki hazırlamaq üçün. Mən burada bir məsələ toxunmaq istəyirəm, Abid bəy. Əslində, Azərbaycanla Türkiyə rejimlərini çox maraqlı bir plan birləşdirir. Bilmirəm, onlar öz aralarında bu məsələdə məsləhətləşirlərmi? Yəqin ki, yox, bəlkə də kim bilir, bəlkə də məsləhətləşirlər. Əslində, həm Azərbaycan, həm Türkiyə hakimiyyətləri növbəti konstitusiya hazırlaşırmış kimi görsənir. Və bu konstitusiya dəyişikliyi əvvəlki konstitusiya dəyişikliklərində edilmiş bədnam dəyişikliklərdən daha da uzağa gedəcək. Və baxın, İlham Əliyev 2025-ci ili konstitusiya və suverenlik ili elan edib və ola bilsin ki, elə bu il 2025-ci ildə olacaq Azərbaycanda. Ona görə biz hələ də bu həbslərin həyata keçirildiyini, jurnalistlərin seçkiləri işıqlandıran jurnalistlərin həbsə atıldığını görürük. Seçki monitorlarının həbsə atıldığını görürük. Çünki bunlar növbəti referenduma gedirlər. Erdoğanın da belə bir referendum keçirmək, erkən seçki keçirmək kimi, yəni erkən keçirmək, həqiqətən sözün əsl mənasında qəfil yaxalamaq kimi planı vardır. Və görürsünüz ki, müxalifət bunu faş edirdi. Və bu təsadüf deyil ki, məhz Əkrəm İmamoğlu vahid namizəd kimi bültenə salınması, adamların səs verməyə gəlməsindən cəmi 4 gün əvvəl həbsə atıldı. Əvvəlcə diplomu əlindən alındı, göy ki, saxta çıxarıldı. Daha sonra isə ümumiyyətlə həbsə atıldı korrupsiya və terrorla. Terror kəlməsi işlədiləndə biz artıq başa düşürdük ki, onun əlindən İstanbul Bələdiyyəsinin rəhbəri vəzifəsi alınacaq. Və doğrudan da bu belə oldu. Bəli, başqa bir məqama mən toxunmaq istəyirdim, Abid bəy. Bu da tələbə hərəkatıdır. Əslində, tələbə hərəkatı da çox möhtəşəm bir hərəkatdır. Və biz burada istəyir Bilkənd, Ankara universitetləri olsun, istər İstanbul universitetləri olsun, qadağalara baxmayaraq
10 minlərlə tələbələrin yürüş etməsi və etirazlara qoşulması. Bu barədə sizin fikirləriniz? Tamamilə razıyam. Bu gənclərin məxsusi olaraq bu belə proseslərə qoşulması həmişə prosesləri həm qüvvətləndirir, həm sürətləndirir, həm də cəmiyyət üçün, dövlət üçün də bu bir zəmanətdir ki, proseslər düzgün istiqamətdə, yəni gələcək yönümlü düzgün istiqamətdə gedir. Amma bugün biz Azərbaycanda bu prosesi biz müşahidə eləmirik və ümumiyyətlə mümkün də deyil eləyək. Niyə görə? Çünki Türkiyədə gənclər meydana ona görə çıxır ki, onlar gələcək haqqında dumanlı da olsa nəsə görürlər. Amma Azərbaycanda bu mümkün deyil. Azərbaycanda gələcək yalnız qaranlıq meşə kimi görünür. Və şuur altında insanlar, tələbələr başa düşürlər ki, meydana çıxmaq bu diktator hakimiyyətin, İlham Əliyevin əlinə fürsət verəcək ki, onlara qarşı silah tətbiq eləsin, zor gücü tətbiq eləsin. Çox təəssüf ki, bugün biz Türkiyədə də ara sıra bu hadisələri görürük ki, gənclərə qarşı şiddət tətbiq olunur, qadağalar var, küçəyə çıxmaq olmaz. Niyə? Türkiyə bəyəm Ərdoğanın atasından ona mülk kimi miras qalıb. İlham Əliyev bəyəm Azərbaycan İlham Əliyev və atası Heydərdən mülk kimi, həyət-baca kimi miras qalıb. Türkiyənin sahibi Ərdoğan deyil ki, Azərbaycanın sahibi İlham Əliyev deyil ki. Azərbaycanın sahibi Azərbaycan xalqıdır, Türkiyənin sahibi də Türkiyə xalqıdır. Türkiyə xalqı sənin atdığın addıma etiraz edib küçələrə çıxırsa, bu onun haqqıdır. Dövlətin sahibi Türkiyə xalqıdır. Ərdoğan öz hakimiyyəti ilə Türkiyə xalqına qarşı güc tətbiq eləyə bilməz. Bəli, kimsə arqument kimi istifadə edə bilər ki, bayıra çıxan 1 milyondur, amma 70 milyon, 80 milyon evdə oturub və 80 milyonun haqqı. 80 milyon əgər öz haqqına görə mübarizə aparmırsa, ümumiyyətlə dilinə içinə götürmürsə, sən onu arqument kimi istifadə edə bilməzsən. 80 milyon əgər çölə çıxmırsa, o demək deyil ki, onlar razıdır hadisələrdən. Xeyr, onda İlham Əliyev düzdür də, deyir, seçki saxtalaşdırılmışsa, hana 10 milyon, niyə tökülmür küçələrə? Onda niyə mübarizə aparır? Gəlin, bağlayıb kanallarda çıxıb gedək evə. Öz işimizlə, həyatımızla məşğul olayıq. Xeyr, arqument kimi ancaq məlum faktlar istifadə oluna bilər. Məchul yox. 80 milyon evində oturub nə fikirləşir? Bu bizim üçün məchuldur. Biz bilmirik nə fikirləşir oturub evdə. Ona görə biz bunu arqument kimi istifadə edə bilmərik. Küçəyə çıxan insanlar isə öz rahatlıqlarından vaz keçib, öz sağlamlıqlarını riskə atıb, öz gəlirlərini riskə atıb çıxırlar meydana. Bax, onların tələbləri məlumdur. Onların tələbləri nədir? Bu siyasi prosesi durdur. Hə, kimsə deyəcək ki, bu siyasi yox, hüquqi prosesdir. Onda zəhmət çəksin Ərdoğan hakimiyyəti, narazı insan kütlələrinin qarşısına çıxsın, hansı sübutlara əsasən İmamoğlu həbs olunub, sübutları təqdim eləsin xalqa və xalqı sustursun. Sevinç xanım, tez-tez biz özümüz də deyirik də ki, TRT işini araşdırırıq, gəlib biri mən qışqırırdım ki, Xanlar Vəliyevin üstünə, Hikmət Həsənovun üstünə, Kamran Əliyevin üstünə ki, bir faktınız varsa qoyun ortaya ki, bizim əskər erməni əskərinə seksual xidmət göstərib. Əgər onların əlində bir fakt yox ha, fakta oxşayan nəsə olsaydı, çoxdan ASTV-də, Space-də, ictimaidə, bütün kanallarda bunu bizə təqdim edib, bizi susturardılar. Məni susturardılar ən azından da. Faktın qarşısında mən nə edəcəm? Divara kəllə atası döyürəm ki, amma fakt yox idi deyən qabağımıza heç nə çıxarda bilmədilər. Bugün Ərdoğan hakimiyyəti ancaq sofistikadan istifadə edir, səfsətədən ki, heç kim dövlətin təhlükəsizliyini barmaq silkələyib kim eləyir bu prosesləri? Ya xarici güclər axtarışına başlayıblar. Güya İsrail var bunun arxasında, güya Amerika var bunun arxasında, güya İngiltərə var. Başa düşmədim. Amerika, İngiltərə, İsrail həbs elədi İmamoğlunu. Bütün proseslər niyə görə baş verdi? İmamoğlunun həbsinə görə. İnsanlar etiraz eləyir. İnsanların etiraz eləmək doğal haqqıdır. Tövlədə qoyunu belə aç saxlayarsan, məliyər etiraz eləyər, kəllə atar axura, uçurdar aləmi. İnsan da etiraz eləmək təbii haqqıdır. İnsan etiraz eləyirsə, hakimiyyətin borcudur ki, çıxıb arqumentlərlə, sübutlarla sustursunlar. Mən hər gün Xalq TV-yə baxıram, canlı efirlərdən, meydanlardan çəkiliş olur, sonra studiyada orada müxtəlif ziyalılar, hüquqşünaslar, CHB-li millət vəkilləri və s. və laxır iştirak edirlər. Çıxsınlar, hakimiyyətin nümayəndəsi çıxsın, polis rəisi çıxsın, müstəntiq çıxsın, prokuror çıxsın, hakim çıxsın, ona həbs cəzası təyin edən hakim çıxsın cəmiyyətin qarşısına, desin ki, ay Türkiyə xalqı, ay sən başıva dönüm, baba bu fakt nömrə 1, bu fakt nömrə 2, bu fakt nömrə 3, bu fakt nömrə 4, ona görə həbs eləmişik. Hələ faktları təqdim edə bilmirlər. O ki, qaldı ki, hansısa faktı təqdim eləyib,
bunun istintaq müddətində həbsin əsaslandırılmasına kifayət edib-etməyəcəyini əsaslandırması. Niyə görə? Axı biz deyirdik, Bəxtiyar Hacıyevi niyə tutub həbs edib sonra istintaqa başlayırsan? Sən istintaqa başla, istintaq yekunlaşanda məlum olsa ki, bəli, bu adam həbs olunmalıdır, həbs elə. Axı heç bir irəli sürülən ittihamda kimisə vurub öldürüb, kimisə yaralayıb, haranısa partladıb, haranısa sındırıb, dağıdıb, belə bir ittihamlar yoxdur. Adam evində oturur, sən onu istintaq eləyə bilərsən. Fikirləşirsən ki, qaçacaq, xaricə gedəcək. Bir də stop qoyursan qarşısına və salam, ölkəni tərk eləyə bilmir. Və yaxud da baxıb görürük, misal üçün, Qubad İbadoğlu, Famil Xəlilov o vaxt ev tutaqlığına buraxıldılar ki, istintaq müddətində ev tutaqlığında qalsınlar. Axı bunun heç biri problem deyil hakimiyyət üçün. Əgər bunu eləmirlərsə, deməli Əkrəm İmamoğlu'nun fiziki olaraq azadlıqda öz nəzarətindən kənarda olmaq bunlar üçün təhlükə törədir. Və mən dünən, səhv eləmirəmsə dünən idi, Kılıçdaroğlu və digər partiya sədrləri və ziyalılar Sivrilidə İmamoğlu'na ziyarətə getmişlər. Onlar çıxandan sonra danışdılar. Vəziyyət Türkiyədə indi hal-hazırda elə bir həddədir ki, insanları məhkəmə iş kesir, aparırlar cəzaevinə, cəzaevi qəbul eləmir ki, yer yoxdur. Mən bir yazını oxudum Türkiyədən. 25 nəfərlik kamerada 60-70 nəfər insan saxlayırlar. Vallahi, billahi, İlham Əliyev, görmüşsünüz kadrları da Laçında bu keçi tövlələri var idi ya. Hatırlıyorsunuz Sevinç xanım? Qəşəng, necə belə mebellə. Vallahi, heç İlham Əliyev hakimiyyəti öz keçisini, itini o səviyyədə, o şəraitdə saxlamır ki, bugün Azərbaycanda həbsxanalarda siyasi məhbusları saxlayır. Otel yaratmışdılar keçilər üçün. Bəli. Bəli, mənim özümü Kürdaxanıda əvvəl 2 nəfər üçün nəzərdə tutulmuş kamerada 4-cü adam kimi, sonra 4 nəfər üçün nəzərdə tutulmuş kamerada 7-ci adam kimi saxlayırdılar. Belə insan saxlamazlar. Ya, tutaq ki, tutdun mən sənə mane oluram, tutdun məni azadlıqdan məhrum elədin ki, mən danışa bilməyim. İlham Əliyev, sən də, sənin nəvələrin də buna görə cavab verəcək. Sən özün qaçıb getsən, Atovun, Anovun qəbrini hara aparacaqsan. Onlar qalacaq ölkədə. Belə də danışanda dostlar deyir ki, danışmagindən sonra deyəcəklər ki, bunlar da dar ağacı ilə gəlmək istəyirlər hakimiyyətə və s. Amma insan olan bəndə bunu fikirləşməlidir. Sən nə deyə insanları bu cür zülməliysən? Erdoğan hakimiyyəti də indi 25 nəfərlik kameraya 60 nəfər, 70 nəfər adam doldurmağı. Valla bu insani rəftar deyil. İnsan öz xalqına qarşı belə rəftar eləməz. Fikirləriniz müxtəlif ola bilər. Nə olsun, fikirlər müxtəlifdir də sən niyə görə onunla alçaldıcı formada? Axı, hər bir dövlətin ali vəzifəsi var da, bizim konstitusiyada da təsbit edilib. Dövlətin ali vəzifəsi vətəndaşlara ləyaqətli həyat şəraiti təmin eləməkdir. İndi İlham Əliyev vətəndaşına 25 nəfərlik kamerada 60 nəfəri saxlamaq həyat şəraitini layiq bilir. Erdoğan da öz xalqına, öz vətəndaşlarına 25 nəfərlik kamerada 60-70 nəfəri saxlamaq həyat şəraitini ləyaqətli bilir. Yoxsa düşünür ki, Erdoğan öz xalqı ləyaqətsizdir. Necə ki, İlham fikirləşir, öz xalqı ləyaqətsizdir. Necə öyle istəsə elə də rəftar edə bilər. Düşünürəm ki, bu çox təhlükəli tendensiyadır və düşünürəm ki, bir Azərbaycan xalqı kimi, Azərbaycan ziyalıları kimi, Azərbaycan siyasətçiləri kimi bizim burada ümidimiz və pozisiyamız belə olmalıdır ki, nə olacaqsa Türkiyə xalqı üçün xeyirli olsun, Türkiyə dövləti üçün xeyirli olsun. Türkiyə dövlətinin sahibi Türkiyə xalqıdır. Mən başa düşürəm, çox məharətlə istifadə olunan Azərbaycan cəmiyyətindəki Erdoğan bu 44 günlük savaşda, daha doğrusu Türkiyə dövləti bizim yanımızda oldu, yardım oldu. Bundan sui-istifadə eləyirlər, olmaz. Əgər bundan sui-istifadəyə haqq qazandırsaq, onda İlham Əliyev və onun oğlu, onun nəvəsi, onun nəticəsi gələ hakimiyyətdə olsunlar. Niyə görə? Çünki İlham Əliyev 44 gün ərzində Qarabağı qaytara bildi. Bu yanaşma doğru deyil və düşünürəm ki, bizim üçün şəxs yox, şəxsdən daha əvvəl xalqlar maraqlı olmalıdır. Yəni, mənim üçün birinci növbədə ən maraqlı olan Türkiyə xalqıdır, Türkiyə xalqının gələcəyidir və Türkiyə xalqının öz dövlətində, öz evində söz sahibi olmasıdır. Erdoğanlardır, İmamoğlulardır, bilmirəm, CHP-lərdir, AK Partilərdir, bunlar gələr də, gedər də. Bunlar hamısı fanidir. Amma Türkiyə dövlətinin sahibinin Türkiyə xalqı olması, Azərbaycan dövlətinin sahibinin Azərbaycan xalqı olması gələ bu dəyişməsin. Bu dəyişəndə
Bəxtiyar Hacıyevlər, Rüfət Səfərovlar, Azər Qasımlar, Tofiq Yaqublar, Qubad İbadoğullar, Əli Əliyevlər, Elçin Rəhimzadələr, İlham Hasanovlar, bunlar Əvəz Zeynallar, Rıza Səfərsoylar, bunlar zülm görür və həbs olunur, şərlənərək və qeyri-insani şəraitdə saxlanılır. Əvəz Zeynalının gözləri kör olmaq təhlükəsi ilə üz-üzədir, Qubad İbadoğlunun ayağı çürüyürdü, kəsilmə təhlükəsi ilə üz-üzəydi. Yəni bu gedişatla düşünürəm ki, bizi yalnız fəlakətlər gözləyə bilər. Ona görə əzizləyicilər, gəlin dua eləyək ki, Türkiyə xalqı üçün, əsas Türkiyə xalqı üçün hər şey yaxşı olsun. Bu müxtəlif tezislər atılır ortaya ki, xalq içəri gedib evinə girməsə Türkiyə dövlətçiliyi təhlükə altına düşər, dövlət parçalana bilər. Bunlar da hamısı nağıldır. Niyə görə nağıldır? Misal çəkirlər Suriyanı, İraqı, Liviyanı. Əziz izləyicilər, valla mən özüm həbsdə olanda kim gəlirdi mənimlə görüşməyə, türmə rəisindən tutmuş, serjantına qədər hamı deyirdi, ölkəni Suriya, İraqa, Liviyaya döndərmək istəyirsiniz. Yox, əziz izləyicilər, İraqdır, Suriyadır, Liviyadır, onların günə düşməyinin əsas səbəbkarı müvafiq olaraq Səddam Hüseyn idi, Bəşər Əsəd idi və Qəddafi idi. Vəssalam, onların ağlı olmadı. Hakimiyyət nə şirin şeydir ki, sən elə tutub ondan yapışıb saxlamalısan ki, vətəndaş müharibəsinə qədər gedib çıxasan və dövlətçiliyin özünü sual altına qoyasan. Nə qədər şirin oldu ki, bu, o boyda dövləti sən təhlükə altına atasan. Düşünürəm ki, Türkiyə dövləti üçün bu dəqiqə heç bir təhlükə yoxdur. Çünki son bu Abdullah Öcalanın da məktubu Böyük Millət Məclisinə və bu Kürt probleminin köklü şəkildə həll olunması istiqamətində atılan addımlar bunu deməyə əsas verir. İndi burada mən Azərbaycan dilində şərti budaq cümləsi işlədəcəm. O demək deyil ki, mən şuur altında qəbul edirəm ki, Türkiyə dövlətçiliyi üçün hansı bir təhlükə var. Xeyr, bu sadəcə şərti budaq cümləsidir. Əgər Türkiyə dövlətçiliyi üçün hansı bir təhlükə olacaqsa da belə, vergül, bunun səbəbkarı və baiskarı Ərdoğan hakimiyyəti olacaq. Olmaz bir nəfər hakimiyyətdən bu qədər yapışsın, qalsın, qanunları çeynəsin, rəqibləri balyozdan istifadə edib, o vaxt siyasətçiləri, jurnalistləri, özünə rəqib bilənləri həbs elə, Ergenekonda istifadə eləginən, öz rəqibləri və həbs eləginən, Temmuz məsələsində heç adiyyəti olmayan insanları götür şəhərə həbs elə, sonra araşdıracaq, istintaq edir. Yox, bu belə olmaz, belə dövlət idarə olunmaz. Ona görə əzizləyicilər, gəlin birlikdə bu gecələrdə, bu Ramazan ayının müqəddəs gecələrində dua eləyək ki, Türkiyə xalqı üçün hər şey əla bitsin. Əgər yaxşı olacaqsa, İmamoğlu gəlsin hakimiyyətə, bəli, yaxşı olacaqsa, bilmirəm, kim olacaq, Türkiyə xalqının iradəsi kimi deyəcəksə, o gəlsin hakimiyyətə. Amma Hakan Fidan olsun, oğlu olsun, Kürəkən olsun, ona hakimiyyəti dövr eləmək üçün ölkədə bu cür proseslər başlatmaq çox çətindir. Mən hələ bu prosesdə təzə başlayanda Ərdoğanın bir çıxışı oldu, onda mən bərk qorxdum. Belə bir ifadə işlətdi ki, 15 Təmmuzda deyir, küçəyə, sokaqlara çıxan, İnsanları yaddan çıxarmayın, bir dənə çırpmaçaları yular çıxar çölə, sizi 30-durar yervizə. Onda mən bək qorxdum ki, Ərdoğan yəni vətəndaş qarşı durması yaratmaq istəyir. Bunu hansı dövlət başçısı eləyər? Hansı dövlət başçısı istəyər bunu? İnşallah ki, bu tərəfdə, yəni o istiqamətdə hadisələr cərəyan eləməz. Amma Amerikanın da bu məsələlərə reaksiya verməməsi, düşünürəm ki, Trumpın ki, o vaxt mən də proqnoz verənlərin arasında idim ki, Trump hakimiyyətə gələndən sonra avtoritarların və diktatorların əli biraz güclənəcək öz xalqına qarşı. Bax, bu proqnoz deyəsən özünü doğruldur. Çox təəssüf ki. Amma yaxşı deyək ki, yaxşı olsun. Minnətdaram, həqiqətən möhtəşəm. Çox minnətdaram sizə, Azərbaycan Xalq Partiyasının sədri Abid Qafarov. Siz çox gözəl danışdınız. Və hər şey çox gözəl olacaq inşallah. Türkiyədə də, Azərbaycanda da. Minnətdaram sizə. İnşallah. Türkiyə xalqı üçün və Türkiyə dövləti üçün bu əliqə izləyicilər. Əlbəttə. Çox sağ olun. Minnətdaram sizə. Lütfən dostlar, 1700